Kanalımı izleyen herkese salamlayıram. Kanalıma hoş geldiniz. Bugünləri sizlerle file modeli papağın toxunma qaydasını bölüşəcəm. Bildiğiniz kimi son zamanların trend modelidir. Bunun için istifadə etdiyim ipim belə incəlikdədir. Qızlar, Ronika ipi də aldığım ip. Sadəcə olaraq kağızı qalmayıb, ona görə buradan adını deyirəm. İstəyənlər mağazada, ip dükanlarında Ronika deyərək ipi ala bilərlər. Belə. Videoya keçməzdən öncə onlayn toxuculuq dərsləri keçirəm. Əgər istəyənlər olarsa dərslərim haqqında məlumat almaq üçün bu səhifələrə yazıb ətraflı məlumat ala bilərsiniz. İndi isə keçək papağımızın toxunmasına. Papağın toxunması sehirli halqa ilə başlanır. İpimizi bu şəkildə tuturuq. Buradan biraz ip saxlayırıq əlimizdə. İki barmağımızın üzərinə bu şəkildə doluyuruq. X forması veririk. Milçəmizi aldıq. Bu arada qızlar, milçə nömrəm 3 nömrəli milçədir. İstəsəz 3.5 ilə də toxuya bilərsiniz. İpimi alıb çıxdım. Sehirli halqam hazırdır. Bu şəkildə öncə ipimizi toxuyanda tutduğumuz kimi tuturuq və sehirli halqanın ipini bu şəkildə tuturam. Qısa iplə bərabər. Düzgün bir şəkildə. 3 ədəd zəncir çəkirəm. 1, 2, 3. Zəncirlərimizi sıxmırıq, boş bir şəkildə çəkirik. 3 zənciri çəkdikdən sonra sehirli halqamın içərisinə 17 ədəd ikili trabzan toxuyacağım. 3 zəncirimlə birlikdə toplam 18 ədəd ikili trabzanım olacaq. Milçəmin üzərinə ipimi aldım. Halqama batdım. İpi alıb çıxdım. Heç bir sıxma işləmi etmək olmaz. Belə bu şəkildə boş bir toxunuşla toxuyuruq. 1, baxın 3 zəncirimlə birlikdə artıq 2 olmuş oldu. 3, yüngül bir şəkildə toxuyuruq. 4, 5, ikili trabzanlar toxuyuruq. 6, toplam 18 ədəd olana qədər toxuyaq. 7, 18 ədəd ikili trabzanım hazırdır. Sehirli halqamı sıxıram. Tam olaraq halqam yığıldı. İlk çəkdiyimiz 3 zəncirimiz var. 1, 2, 3-cü zəncirimə batıram. İpimi alıb çıxıram. Alıb çıxdığım ipi milçənin üzərindən sürüşdürərək çıxardım. İlk sıramı bitirmiş oldum. 7 ədəd zəncir çəkirəm. 1, 2, zəncirləri sıxmadan boş bir şəkildə çəkirik. 3, 4, 5, 6 və 7. 7 zəncirdən sonra burada hörüyümün başına batıram bu şəkildə, hər iki qanadına düzgün bir şəkildə. Bura bir ədəd sıx iynə toxuyuram. Yenidən 7 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6 və 7. Gördüyünüz kimi zəncirlərin boşluğu və sıxmadan çəkmişəm. Növbəti zəncirimə batıram. Hər dəfə növbəti zəncirə. Gördüyünüz kimi burada hörüklərimiz üzümüzə doğru baxır. Hörüklərin düzgün şəkildə bu baş hissələrinə batırıq və sıx iynəmizi toxuyuruq. Yenidən zəncirlərimizi çəkirik. Növbəti zəncirimə batdım. Sıx iynəmi toxudum. Zəncirlər çəkirik. 2, 3, 4, 5, 6 və 7. Növbəti zəncirimə batıram. Bu şəkildə sıx iynəmi toxuyuram. Sıramız bitənə qədər bu şəkildə növbə ilə 7 zəncir, növbəti zəncirə 1 sıx iynə, 7 zəncir, növbəti zəncirə 1 sıx iynə sıramızın sonuna qədər davam edirik. Bu şəkildə ilk sıramı bitirmiş oldum. Gördüyünüz kimi daha yaxından göstərim. Sıranın sonunda yenə son zəncirimə də eyni şəkildə toxudum və burada nə edirik? Baxın, burada bir dənəmiz qalıb. Yenə 7 zəncir çəkirik. 1, 2, 3, 4, 5, 6 və 7.
Və son olaraq sonuncu zəncirmə də batıram. Sıx iğnəmi toxuyuram. Sıra tam bitmiş oldu və burada 3 zəncir çəkirəm. Yalnız sıranın sonuna aiddir bu. 1, 2, 3 zəncir çəkdik. Milçəmin üzərinə ipi doladım. Burada ilk başlayanda olan zəncirlərimin 1, 2, 3-cüsünün başına batıram. Bir ədəd burada ikili trabzan toxuyuram. İkili trabzanım hazırdır. Sonu da belə bitirmiş olduq və bu toxuduğum ikili trabzanın tam başına işarə ilməyimi keçirdirəm. Bu şəkildə bitirmiş olduq sıranı. Növbəti sıraya keçirəm. Birləşdirməmizi də tamamladıq. Növbəti sırada 7 ədəd zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7. İşarə ilməyini mütləq şəkildə keçirin, yoxsa yeri itirəcəksiniz. Növbəti boşluğa batıram. Baxın, bu boşluğa artıq batmışam. Növbəti boşluğa batıram bu şəkildə. Bir ədəd sıx iğnə toxuyuram. 7 ədəd zəncir çəkirəm yenidən. 2, 3, 4, 5, 6 və 7. Bir sonraki boşluğa batıram, bir sıx iğnə toxuyuram. Eyni şəkildə 1, 2, 3, 4, 5, 6 və 7. Növbəti boşluğa batıram. Belə boşluqlar yaranır yenidən. Bu forma ilə sıranın sonuna qədər davam edirik. Sonuncu 7 zəncirimi çəkib son boşluğuma da toxudum və işarə olan yerə çatdıqda bu və bundan sonraki sıralarda hər dəfə bura çatdıqda işarə ilməyinə bu aralıq qaldıqda 3 ədəd zəncir çəkəcəksiniz. İşarə qoyduğunuz yerə milçənin başına ip alaraq bir ədəd ikili, daha doğrusu üzürlü sayın trabzan toxuyacaqsınız. İkisindən bir, ikisindən bir. Bu şəkildə. Yenə buradan işarəmi açıram. Və birinci toxuduğumun bu şəkildə birləşdirməmin daha doğrusu başına bataraq bağladım. Baxın, ilməmin altındakı ikinci sıranı bitirmiş olduq. Heç bir artırma işləmi falan heç nə yoxdur. Normal olaraq bu şəkildə toxuyaraq davam edirik. Yenə 7 zəncir çəkirəm. Növbəti boşluğa batdım. Bir sıx iğnə, 7 zəncir. Əgər siz daha balaca ölçü istəyirsinizsə, onda burada sehirli halqanın içərisinə başlayanda 16 trabzanla başlayın və bu aralarda 6 zəncir çəkin. 1, 2, 3, 4, 5, 6 və 7. Yenə bir sonraki boşluğa. Bu şəkildə yenə birləşmə yerinə qədər davam edirəm. Bu sıranı da bitirdim. Yenə sıranın sonuna gəldim. Sıranın sonunda 3 zəncir. Yalnız sıranın sonunda 3 zəncir və burada işarə qoyduğumuz yerə bir ədəd ikili trabzan. Yenidən həmən toxuyan kimi işarəni çıxarıram. Yenə də həmin son bu hissəyə ilməmin altındakı hörüqə keçirdirəm bu şəkildə. Bu forma ilə davam edəcəksiniz. İstədiyiniz boyuta çatana qədər. Bu şəkildə toxuyaraq davam edeyim. Mən də toxuyub sıra sayını sizə deyəcəm. Bu formada gəldim, istədiyim uzunluğa çatdırdım papağımı və gəlin bir yerdə sayaq neçə sıra olduğunu. Gördüyünüz kimi çox rahat və yumuşaq oldu. Gəlin sıranı sayaq. Sıranı sayanda çətinlik çəkməmək üçün bu şəkildə tuturuq
və bu formada sayırıq kubikları. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14 və 15. Ümumilikdə 15 sıram oldu və 16-cı sırada artıq kənar naxışını edərək papağımı bitirmiş olacağım. Bunun üçün yenidən milçəmi ipimə keçirdirəm. Son birləşməmi də etmişəm və burada son birləşməni etdikdən sonra bir zəncir çəkirəm. Bu sonuncu boşluğun içərisinə birləşmə etdiyim yerə 2 ədəd sıx iynə toxuyuram. 1 və 2. İşarəni buradan çıxarıram. Növbəti boşluğa keçirəm. İki ədəd sıx iynə bura toxuyacağım. 1, 2 sıx iynə, araya 2 zəncir. 2 zənciri çəkdikdən sonra bu hissəyə sıx iynənin bu bərabərliyinə yenidən göstərəcəm. Bu hissəyə batıb ipimi alıb çıxıram və sürüşdürərək milçəmin üzərindəki ipdən çıxıram. Yenidən bu boşluğun içərisinə 2 ədəd sıx iynə toxuyuram. 1 və 2. Bu hissəni sadə də edə bilərsiniz. Mən bu formada bəyənirəm deyə belə edirəm. Yenidən bir sonraki boşluğun içərisinə 2 sıx iynə. Hər boşluqda bu şəkildə davam edəcək. 1 sıx iynə, 2 sıx iynə, araya 2 zəncir. Yenə də bu ilk soxuduğum buradakı ilk deyəndə tam altındakı sıx iynənin bərabərliyinə batıb ipi alıb çıxdım. Alıb çıxdığım ipi milçədən sürüşdürdüm və yenə boşluğa yenə 2 ədəd sıx iynə. Bu formada naxışlar düşəcək papağımızın alın hissəsinə. Sonraki boşluğa batıram. 1 sıx iynə, 2 sıx iynə, 2 zəncir. Tam altındakı bərabərliyə batdım. İpimi alıb çıxdım. Sürüşdürərək bağladım. Yenə də boşluğun içərisinə 2 ədəd sıx iynə. Bir daha göstərim. 1, 2 ədəd sıx iynə, 2 zəncir. Tam altındakı boşluğa batdım. Sürüşdürmə etdim. Və yenidən 2 ədəd sıx iynə toxudum. 1 və 2. Burada ilk toxuduğum 2 sıx iynəmə çatana qədər, bu boşluğa çatana qədər eyni şəkildə sıranın sonuna kimi davam edirik. Sıramın sonuna gəldim. Sıranın sonunda burada başlanğıcda 2 sıx iynə toxuduğumuz yerə yenidən baxın eyni yerə təzədən 1, 2 ədəd sıx iynə toxuyuruq. 1, 2 zəncir. Eyni naxışı burada da tamamlayıram. Və İlk toxuduğum buradakı sıx iynənin başına bataraq bağlayıram. Naxışımız tamamlanmış oldu. Bir zəncir çəkirik və bu ipi kəsirik. File modeli papağım artıq hazırdır. Əgər videomu sona qədər izlədinizsə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Gördüyünüz kimi bu qalan qısa ipi də iynə vasitəsilə gizlədəcəm. İç yüzünə doğru bu formada tam bərkitdikdən sonra qalan ipi də kəsirik. Növbəti videomun nə olmağını istəyirsinizsə yorumlarda yazın. Mən də çalışdıq qədər sizin fikirlərinizi nəzərə alaraq yeni videolarda onları çəkəcəm. Kanalımı izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik sağ olun.